Azərbaycan və Qazaxıstan mədəniyyətlərinin bir ağacın iki budağı kimi təsvir edilməsi bu türk dövlətləri arasında mənəvi və tarixi yaxınlığı ifadə edir. Dostluq Körpüsü sərgisinin Türk Dünyası rəsm qalereyasında keçirilməsi isə bu qardaşlıq və mənəvi yaxınlığın incəsənət vasitəsilə təzahürüdür. Sərgidə Azərbaycan deməli Artiko rəsm studiyasının uşaqları və Qazaxıstan Respublikasının Art Honor İza studiyasının uşaqları iştirak edir bu sərgidə. Sərgidə həmçinin Qazaxıstan Respublikasının deməli onların çox məşhur tanınmış Art Honor İza studiyasından video müraciət var. Əfsuslar olsun ki, uşaqlar bura gələ bilmədilər, amma gözəl bir video müraciət hazırladılar. Tədbirin açılış mərasimində Türk dünyasının zəngin mədəni irsindən və bu geniş coğrafiyada Azərbaycanla Qazaxıstanın əhəmiyyətindən bəhs olundu. Daha sonra azyaşlılar hər iki ölkənin zəngin florası və faunasından ilhamlanaraq hazırlanan moda kolleksiyasını təqdim etdilər. Uşaqlar o devir ki, hamısı olacaq rəssam. Bir, iki nəfər, üç nəfər yığsa, hər resmi yox adam, bu bizim qazancımızdır. Ancaq ikinci, müasir Azərbaycan gəncləri yetişir. Onlar rəssamdan başa çıxacaq, musiqidən başa çıxacaq. Yəni, geniş erudisiyaya malik olan gənclər lazımdır. Azərbaycanla Qazaxıstanın qardaşlıq münasibətlərini əks etdirən sərgidə 6-15 yaş arası 25 rəssamın 100-dən artıq əsəri nümayiş olunur. Bu mənim çəkdiyim əsərlərimdir. Paltarım mənim Kleopatra göstərir, Egipet göstərir. Mən bunu özüm çəkmişəm. Mən təbiət rəsmləri çəkirəm. Mən çox canlı rəngləri sevirəm. Canlı rənglərlə rəsm çəkirəm. Mənim dalımda mənim rəsm çəkdiklərimdir. Uşaqların birlikdə rəsm çəkməsi Azərbaycan və Qazaxıstan arasındakı qardaşlığın və dostluğun gələcək nəsillər tərəfindən davam etdiriləcəyinin ən parlaq nümunəsidir. Qeyd edək ki, Dostluq Körpüsü sərgisi oktyabrın 19-na kimi davam edəcək. Arzu Yusif, Kamran Soduyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.